Salam əzizlərim. Deyirəm Nigar. Nigar. Nəysə, məcburən xanım deyək də Nigar. Xanım verilişinin adı Nigar xanımdır. Xanım deməklə xanım demək üçün cəhalətdən uzaq olmalı. Nəysə, qəbul olunub Nigar xanım deyək. Nigar xanım. Üzr istədiniz güya. Qaşdı üzərdən yerdir. Göz çıxartdınız. Oğlum yoxdur. Oğlum olarsa şəhid qızı alaram. Şəhidin adını o sözlərdən sonra qızların, atasız qızların hüququnu tapdalayandan sonra şəhidin müqəddəs adını ağzınıza almayın. Ona mən şəhid nəvəsi deyirəm. Şəhid nəticəsi hətta deyirəm. Mənim babam da şəhiddir. 1918 31 martda yaralanıb jandarmeriyada çalışan bəy babam yaralanıb bir müddət yatdıqdan sonra şəhid olub. Şəhid nəticəsi olaraq deyirəm. Şəhidlərin müqəddəs adını ağzınıza o sözlərdən sonra alın. Öncə normal üzr istəyin. Haqqını halal edin. O ki qaldı şəhidə. Oğlum yoxdur. Oğlum olanda şəhid qızı alacağım. Sizin oğlunuz neçə iləsə olacaq. Yəni demək istəyirsiniz ölkəmiz yenidən şəhidlər versin. Yəni demək istəyirsiniz ki analarımız göz yaşlı qalsın, övladlarımız atasız qalsın. Harvard qutarmaqla deyil. Ondan sonra kitab oxuyun canım mənim. Harvard. İstəyirsiniz İngiliscənizdə oxuyun. İstəyirsiniz Rusça, istəyirsiniz lap düşmənimizin dilində oxuyun. Amma kitab oxuyun ki, maarifli olun. Canım mənim. Quzum, nigarım, olmaz. Üzr istəyəndə də anlayıram canım mənim. Savaddan deyil. Təhqir kimi də qəbul etməyin canım mənim. Cəhalət savad dərəcəsinə baxmır. İstəyirsiniz Harvard bitirin, istəyirsiniz yerli universitet, istəyirsiniz digər bir ölkənin universitetini, yaxud da ki, universitet daxilindəki kurslar. Heç ali savadınız olmasa da olar. Əsas odur maarifli olun, cəhalətdən uzaq olun, maarifli olun və PR xətrinə, söz demək xətrinə deməyin. Düşünün, deyin ki, sonra üzr istəməli də olmayasınız. Üzr istəyəndə də biraz maarifli formada üzr istəyin. Əzizim, canım mənim, Nigar xanım. Mənim həqiqətən sizə hörmətim vardı, amma bu arada sonra deyirsiniz ki, yəni ki, anaları, ataları ayrılmış, nə bilim, güya ki, anaları pis olan anaların qızlarını, o qızların günahı yoxdur. Heç bir övlad ata-anası üçün məsuliyyət daşımır. Övladların haqqına girməyin, insan hüququnu pozmayın. İnsan hüququ haqqında bir qədər sonra siz hansı insan hüquqlarını orada pozdunuz? Onu daha sonraki videoda indisə tələsirəm canım mənim. Sizi də öpürəm Nigar xanım. İnşallah səhrinizi düzəldərsiniz və bir daha o səhri etmərsiniz. Hoşça qalın, biz sizlə tanışıq. ARB Elgizlə izlə efirində tanışıydıq sizlə. Bəlkə də xatırlanmırsınız. Çünki mən sizinlə polemikaya girməmişdim. Bazarda açmamışdım. Amma sizə o diplomlar barədə deyən Ülkər xanım nə dedisə, öz aramızda düz dedi. Mən Ülkərin tərəfindəyim. Ülkərim var ol canım mənim.